dayan. Hələ hər şey bitməyib. Əgər şanssız olduğunu düşünürsənsə, məncə tələsmə. Bu hekayəni dinləməlisən. Günlərdən bir gün Erik iti Nova ilə birlikdə parka çıxır. Nova kolların arasında bir dovşan görür və onun arxasınca qaçır. Təbii ki, Erik də Nova'nın arxasınca qaçır. Ancaq çata bilirmi, onu tuta bilirmi? Yox. Və kör peşman evə qayıdır. Fikirləşir ki, kaş ki o gün parka getməzdi. Əgər o parka getməsəydi, Nova da dovşanı görüb qaçmazdı. Aradan bir neçə gün keçir, Erik qapısı döyülür. Gözəl bir xanım, yanında da Nova. Həmin xanımla Erik arasında bir dostluq münasibəti yaranır. Aradan müəyyən bir zaman keçir və Erik fikirləşir ki, yaxşı ki həmin gün parka çıxmışdı, yaxşı ki Nova həmin gün qaçıb getmişdi və belə bir dostluq yaranıb bunun sayəsində deyə düşünür. Bir gün Erik Nova sayəsində tanış olduğu sevgilisi Vanessa'nı işdən götürməyə gedərkən yolda qəzaya uğrayır və xəstəxanaya düşür və başlayır deyinməyə. Kaş ki bugün yola çıxmasaydım, əgər mən yola çıxmasaydım, bu qəzaya da düşməzdim. Bir neçə saat sonra həkim Eriki otağına çağırır və deyir ki, sənə iki xəbərim var. Biri yaxşıdır, biri də pisdir. Pis xəbər odur ki, beynində şiş var. Yaxşı xəbər odur ki, sən əgər qəzaya düşməsəydin, biz bu şişi aşkar edə bilməzdik. Bu elə növ şişdir ki, biz onu sən qəzaya düşməsəydin, ta ki ən ağır hala gələndə biləcəydik və onda isə müdaxilə eləmək mümkün olmayacaqdı. Və sonra nə baş verir? Təbii ki, Erik bu dəfə də evdən həmin gün çıxdığına görə, həmin qəzaya düşdüyünə görə şükranlıq hissi duyur. Uğurlu bir əməliyyatdan sonra sapsağlam həyatına davam eləyir, Vanessa ilə evlənir və çox gözəl, sakit bir həyat sürür. Bu hekayə bizə göstərir ki, yaşadığımız hansısa pis hadisə öz-özlüyündə nə pis deyil, nə də yaxşı deyil. O hadisə bizi hansı yönə aparır, mənasını da o yönə görə dəyişir. Biz çox vaxt anlıq nəticəyə baxıb hökm veririk. Nova effekti isə deyir ki, dayan, hələ hər şey bitməyib. Şans və şanssızlıq obyektiv deyil. Hadisənin mənası sonrakı hadisələrlə formalaşır. Pis oldu deyə fikirləşdiyimiz şey bəzən bizi daha yaxşı yerə doğru aparır. Bəzən də yaxşı olduğunu fikirləşdiyimiz şey heç də yaxşı bir yerə getmir. Nova effekti deyir ki, bir hadisənin mənasını ancaq sona çatanda anlaya bilərsən.